Həqiqətən insanın Allah qatında ucalması, onun Allahı sevməsinə və Allaha itaat etməsinə görədir. Yəni, insan nə qədər Rəbbini sevərsə və onun əmirlərinə boyun əyər və onun qadağalarından çəkinərsə, yəni bir o qədər də o insan həm dünyanın əsl xoşbəxtçiliyini, səadətini əldə edir və həmçinin axirətini qazanır. Yəni, hər bir insanın da bu dünyada kimliyindən asılı olmayaraq əsas məqsədi, qayəsi istəyir ki, xoşbəxt olsun, xoşbəxtliyi əldə eləsin. Amma bəzən insanlar onu olmadığı yerdə axtarırlar. Kimisi malda, dövlətdə, kimisi vəzifədə, kimisi əylənməkdə axtarır. Amma mömin insan isə onu Allaha qulluqda axtarır. Yəni, mömin tək dünyanın yox, həmçinin axirətin də xoşbəxtçiliyini axtarır. İnsanların məqsədi eyni olmasına baxmayaraq yollar fərqlidir. Amma o xoşbəxtçiliyin üzərinə çıxaran, aparan yol isə bir dənədir. O da necə ki Allah Teala buyurur: "Və men a'rada an zikri fe inne lehu ma'işeten danka." Yəni kim mənim zikrimdən uzaq olarsa, onun güzaranı, yaşayışı sıxıntı içərisində olar. Yəni zikrimdən deyildiyi zaman Qurandan və Qurandakı əmirlərdən uzaq olarsa, Qurandakı qadağalardan çəkinməzsə, yəni onun güzaranı, yaşayışı sıxıntı içərisində olar. Yəni o insan istədiyini yesin, istədiyini geyinsin, ən bahalı paltarlar geyinsin, ən bahalı yeməklər yesin və dünyada istədiyi hər bir şeyə əli çatsa belə yenə xoşbəxt ola bilməz. Nə qədər ki, Qurandan uzaqdır, oradakı əmirləri yerinə yetirmir və oradakı qadağalardan çəkinmir. Və insan özü də bunu yoxlaya bilər. Yoxlaya bilər və görər ki, nə qədər insanlar var, milyonların içərisindədir, qəsrdə yaşayır, istədiyi hər bir şeyə əli çatır. Amma görürsən ki, dünyanın ən bədbəxt insanıdır. Sıxıntı içərisində yaşayır. Yəni, qəlb rahatçılığı insanda yoxdur. Və ona görə də alimlərin ittifaq elədiyi bir məsələdir ki, əsl xoşbəxtçilik qəlb rahatçılığıdır. Və qəlbə də o rahatçılığı, hüzuru yerləşdirən, bizi yoxdan yaradan Rəbbimizdir. Və Allah Teala Ən-Nəhl surəsində buyurur ki: "Mən amilə salihan min zəkərin əv unsə və huve mu'min, fələnuhyiyyənəhu həyatan tayyibə." İman gətirdiyi halda salih əməl edən hər bir kişi və qadına xoş həyat verərik. İman gətirdiyi halda salih əməl edən. Deməli, bu ayə onu bildirir ki, xoşbəxtçiliyin, qəlb rahatçılığının ən başlıca amili imandır. Yəni, insanın Rəbbinə iman gətirməsi, onun dediklərini təsdiq etməsi. Və sonra o imanın tələb etdiyi şəkildə əməllər etməsi, Allaha boyun əyməsi, salih əməl etməsi. Allah Teala nə vəd verir? فَلَنُحْيَنَّهُ حَيَاتًا طَيِّبًا. Və buyurur ki, biz ona xoş həyat verərik. Biz ona xoş həyat verər. Xoş həyat Allah Teala vəd verir. Yəni, bu ayədən alimlər fayda olaraq çıxarır ki, iman gətirib salih əməl edən insan hər bir halında xoş həyat içərisindədir. Nimət içərisində olduğu zaman, sıxıntıda, kasıblıq və digər bəlalar, ağrı, acılar üz versə belə, yenə o insan xoş həyat içərisindədir. Nə üçün? Necə ola bilər ki, yəni kimsə deyə bilər ki, necə olur ki, insan kasıb olsun, sıxıntı içərisində, xəstəlik və bununla yanaşı xoşbəxtçilik əldə eləsin. Çünki bu insanda ona üz verəcək hər bir halı qarşılamaq üçün əsas var. O əsaslarla düzgün qarşılayır və ona görə də qəlb rahatçılığını əldə edir. Və o da nədir? İmandır. Yəni, mömin insan nimət içərisində olduğu zaman, Allah Teala ona nimətlər bəxş etdiyi zaman bilir ki, bu nimətlər Allahdandır. Və çalışır ki, o nimətin şükrünü versin. O nimətləri Allahın razı qaldığı yerə sərf eləsin. Və buna görə də Allah Teala onun qəlbinə hüzur yerləşdirir, şükür elədiyinə görə. Və həmçinin müsibət gəldiği zaman, xəstəlik gəldiği zaman səbr edir və bilir ki, hər bir insan Allahın mülküdür və Allah Teala öz mülkündə istədiyini edir və kimdənsə nəsə soruşmur. Necə ki Allah Teala buyurur: "La yus'alu amma yef'al ve hum yus'alun." Allah Teala etdiyinə görə sorğu-sual olunmur, insanlardır etdiyi əməllərinə görə sorğu-sual olunanlar.
Fəalun limə yurid buyurur. Yəni Allah Teala istədiyini edəndir. Və ona görə mömin Allahın bölgüsünə, təqdirinə razı qalır. Təslim olur. Vacibən qoparmır. Etiraz etmir. Artıq hərəkətlər etmir. Yəni saç yolmur, üzünü vurmur, sinəsini cırmır. Səbr etdiyinə görə Allah Teala onun qəlbini hidayət edir. Necə ki Allah Teala buyurur: "Və men yu'min billahi yehdi qalbə." Yəni kim Allaha iman gətirərsə, Allah Teala onun qəlbini hidayət edər. Onun qəlbini hidayət edər. Alqamə rahimehullah deyir ki, bu o insandır ki, başına bir müsibət gəldiyi zaman onun Allah Teala tərəfindən olduğunu bilər və Allahın bölgüsünə, təqdirinə razı qalar, təslim olar və Allah Teala onun qəlbini hidayət edər. Yəni gəlin baxa, o insan ki iman gətirməyib, o insan nemət gəldiyi zaman nə edir? Və görürsən ki özündən görür. Yəni bütün bunları mən öz elmimə görə, öz bacarığıma görə, öz təcrübəmə görə əldə etmişəm deyir. Neməti Allaha mənsub etmir. Və ona görə o insan rahat ola bilmir. Görürsən ki hər şey var, amma sıxıntı içərisindədir. Qəlb rahat deyil.